Bakıda musiqiçi dəm qazından zəhərlənərək həyatını itirib. Ajansas xəbər verir ki, faciəvi hadisə dünən axşam saat 20:00 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. Məlumata görə 1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov yaşadığı fərdi yaşayış evində dəm qazından boğularaq dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə Bədəl Əzimovun uzun müddət ondan xəbər alınmaması narahatlıq yaradıb, evə baxış zamanı onun cansız bədəni aşkar edilib. Hadisə yerinə dərhal hüquq mühafizə orqanlarının əməkdaşları və müvafiq qurumlar cəlb olunub. İlkin araşdırmalar zamanı ölümün dəm qazından zəhərlənmə nəticəsində baş verdiyi müəyyən edilib. Qeyd edək ki, mərhum Bədəl Əzimov musiqi aləmində saz ifaçısı kimi tanınırdı. O, müxtəlif tədbirlərdə, toy və məclislərdə çıxış edərək sənətsevərlərin rəğbətini qazanmışdı. Gənc yaşında dünyasını dəyişən musiqiçinin ölümü ailəsi, yaxınları və sənət dostları arasında dərin üzüntüyə səbəb olub. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticələrinə uyğun olaraq əlavə məlumat veriləcəyi bildirilib.